Herkese salam, değerli izleyiciler. Yeniden ben Reşat. Size güzel bir korku manzarası olan bir yerle görüşünüze geldim ve değerli izleyiciler, çekilişimiz devam ediyor. Bu yeri məxfi saxlayacağım. Uzun müddətdir araşdığı yerlerden biridir ve bugün ise buranı çekiliş yapalım. Değerli izleyiciler, çekilişimiz devam ediyor ve seriye daxil olmuşam. Vaxtı ikən xidmət göstərən bu yer indi isə ruhların mekanına çevrilir. Kimsə var burada? Otaqları bir gəzib içində nələrin olub olmadığını. Kimsə var burada? O vaxt öyle bir ses geldi. Bilmedim neydi. Otaqlara bir baxış keçirdi. Çəkilişimizə devam edirik. Onu da qeyd edeyim ki, divarda bazı qəribə şəkillər də var. Bunlar da kimləsə tərəfindən çəkilib. Koridor uzun uzadı gedir deyən adamı qorxu basır. Değerli izleyiciler, kanala abone olun ve rəylərinizi videonun altında qeyd edin. Lazımı rəylərə lazımınca cavab veriləcək. Burada da bazı heyvan şəkilləri var. Tamamilə yararsız və bərbad vəziyyətdə qalır. Keçək öbürü otağa. Uzun dar koridorlar həmişə qorxu və vahimə yaradır. Əziz dostlar, belə bir qapıyla rastlaşdıq. İlerlemeye devam. Ve çekilişimiz devam ediyor. Değerli izleyiciler, kanala abone olun. Rəylərinizi yeniden deyirəm, videonun altında qeyd edin. Belə yerlərin çəkilişini gəlməyini istəyirsinizsə bizə dəstək olun. Otaqları bir tez şəkildə baxış keçirdi. Wow. Kimsə var burada? Bu nəsə dəyədi və nə olduğunu irəliləməyə devam. Yerdə məxfi saxlayacağım. Düşünməyin ki, indi amma çəkilişi aparıram, boş durmuşam. Siz bu çəkilişi izlədiniz, amma mən yeni yerlərin axtarışında və çəkilişində oluram. Değerli izləyicilər, və bunu da qeyd edim ki, əvvəlkilərə baxaraq çəkilişləri daha tək aparıram və düşünürəm ki, tək aparılan daha maraqlı və qorxulu olur. Kimsə var burada? Çox qorxulu atmosferdə qalır. Kimsə varsa işarə verin. Böyük bir otaqdır. Çaya baxın. Bir kimsə var. Bunu da qeyd edin, içərdən
korkunç bir iyi de gelir. Yukarıya kalkaq pilləkənına görə nələrlə rastlaşır. Yenə stullar həmişəki qaydada qarşımıza çıxır. Dəyərli izləyicilər, ikinci mərtəbəyə qalxdıq və ikinci mərtəbəyə də baxış keçirdik. Həmişəki kimi bir tək stol yenə ortalıqda durur. Dəyərli izləyicilər, buna baxmayaraq çəkilişimiz davam edir. Düzdür, qorxu atmosferi daha da çoxdur, amma çəkilişimiz davam edir. Kimsə var burada? Kimsə varsa işarə verin. Əziz dostlar, irəliləməyə davam. Otaqlar böyükdür. Gecə görüntüsü ilə çəkirəm və gecə görüntüsündə bəzi görünməyən sahələr və onu da qeyd edim ki, ümumiyyətlə tamamilə fanardan istifadə eləmirəm, yalnız infrakrasni LED ilə çəkirəm və yolumu da ancaq kameranın monitoru ilə tapıram. Kimsə var burada? Qarşıma kimlərin çıxmadığını bilmirəm deyə onun üçün çox bax, bu frazadan istifadə edirəm. Ola bilər ki, məndən əlavə kimlərsə. Wow. Kimlərsə ola bilsin olsun. Qabaqlayıcı tədbir görə bilim. Yenidən tək bir stol. Yenidən üstündə bəzi şüşə butulkalar. Bura nədir? Burada bir otaq. Burada ve dediğim tek stol. Değerli izleyiciler, hal-hazırda pilləkənlə düşüb çəkilişimizi davam edirik. Onu da qeyd edeyim ki 10-11 dəqiqəlik çəkiliş eləyəcəm və çəkiliş ərzində nələrlə rastlaşsam sizinlə onu bölüşəcəm. Kimsə var burada? Səs gəlir. Buradan ama yenidən tək stol. Bunun ortasının olmamağı mənim qaranlıq qalır. Və dəyərli izləyicilər, məkandan çıxıb ərazi üzrə hərəkət edirik. Qapqaranlıq bir əraziyə malik bir yerdəyəm. Ayağımın altına diqqət edirəm. Bunu da qeyd edeyim ki, narın yağış da yağır. Son neçə gündür ki, havaların kəskin pis olmasının nəticəsinə baxmayaraq biz çəkişlərimizi davam edirik. Qabağımı görə bilmirəm. İrəliləməyə davam. Değerli izleyiciler, videonun kesmə məcburiyyətində qaldım. Uzun uzadı yol gedirəm və boş-boşuna yol çəkməyin mənası da yoxdur. Wow! Qədimdən qalmış bir abidə deyim, kilsə deyim, nə deyim. Belə bir şey də var. Kimsə var burada? Wow. Bəli, yanılmamışam. Köhnədən qalmış bir kilsədir və içərisi tamamilə bərbad vəziyyətdədir.
Aziz dostlar, çekilişimizi sonlandırıram ve yeni yerlerde görüşmek üzere. Ben sizinle sağollaşıram. Video rolü hər hansı bir qeyri-adi bir şeylə rastlaşsam, onu bölüşəcəm və bu da sizdən də asılıdır. Siz də bölüşə bilərsiniz. Rəylərdə gözləyirəm. Görüşmək üzere. Sağ olun.